Salam əziz izləyicilərim, kanalıma xoş gəlmişsiniz. Bugünkü videomda çox dadlı kətələrin hazırlanmasını sizinlə paylaşıram. Bir kündəylə qat-qat, içlikli, fındıqlı, kişmişli, çox dadlı kətələr alınır. İndi keçək hazırlanma qaydasına. Kətənin xəmiri üçün əvvəlcə ilıqdan biraz isti 100 ml süt götürmüşəm. Üzərinə 2 xörək qaşığı şəkər tozu, 1 çay qaşığı da quru maya əlavə edib qarışdırıram. Qoyuram bir kənarda qalır. Maya biraz aktivləşir. Qaba un əlavə eləyirəm. Unun üzərinə 150 qram doğranmış kərə yağı. Unla kərə yağını əlimlə ovuşdurub umac halına gətirirəm. İstəyə görə kərə yağını margarinlə də əvəz eləmək olar. Yağla onu yaxşı ovuşdurandan sonra əlimlə ortasında oy qaçıram. Mayalı qarışımı qaba əlavə eləyirəm. 2 ədəd yumurta sındırmışam. Yumurtalardan birinin sarısını kənara qoyub saxlayıram. Sonra kətələrin üzünə çəkmək üçün istifadə eləyəcəm. Bir paket şəkərli vanil əlavə eləyirəm. Gördüyünüz kimi xəmir mayalı xəmirdir. Südlə, qatıqla yoğururam. Amma kətələrin daha yaxşı qabarması, 2-3 gün qalsa da yenə öz yumuşaqlığını saxlaması üçün qatığa çay qaşığının üstə biri qədər də soda əlavə edib sodanı qatıqda söndürürəm. Qatığı da qaba əlavə eləyirəm. Yarım çay qaşığı da duz əlavə eləyəndən sonra əlimlə qarışdırıb xəmir yoğururam. Nə çox bərk, nə çox yumuşaq, ələ az yapışan bir xəmir olmalıdır. Xəmir üçün 4 stəkan un istifadə elədim. Stəkan ölçüsü 200 ml-dir. Xəmiri yoğurandan sonra üstünü striclə örtüb bir 40 dəqiqə mayalandırıram. Bu arada içliyi hazırlayıram. İçlik üçün şəkər tozu, qovrulub doğranmış fındıq götürmüşəm. Darçın, bir də kişmişdən istifadə eləyəcəm. 6 xörək qaşığı şəkər tozu götürmüşəm. Üzərinə 100 qram qovrulub doğranmış fındıq əzməsi əlavə eləyirəm. Yarım çay qaşığı da darçın əlavə eləyib qarışdırıram. İstəyə görə darçını vanillə ya da hillə də əvəz eləmək olar. Yoğurduğum xəmirin biraz havasını çıxardandan sonra un səpdiyim masanın üzünə yerləşdirirəm. Əlimlə havasını çıxardıb bir yerə yığıb iri bir kündə halına gətirirəm. Hazırladığım kündənin üstünə də biraz un səpib əvvəlcə əlimlə üstündən biraz bastıraraq genişləndirirəm. Sonra oxlovla yayıb yayma açıram. Nə çox nazik, nə çox qalın, təxminən 1 sm qalınlığında bir yayma yayıb açıram. Hazırladığım içlikdən 3-4 xörək qaşığı açdığım yaymanın bir tərəfinə əlavə eləyib qaşıqla üstünə hər yerinə yayıram. Kənarlardan 1 sm yer saxlayıram ki, xəmirlər bir-birinə yapışsın. İçliyi üstünə yayandan sonra xəmirin bir tərəfini üstünə gətirib kənarlarını əlimlə sıxıb bərkidib biraz genişləndirirəm. Yenə oxlovla həm uzununa, həm eninə doğru yayıram. Genişləndiyi qədər yayıb böyüdürəm. Açdığım xəmirin də yenə bir tərəfinə içlikdən əlavə eləyib üstünə yayıram. Yenə xəmirin bir tərəfini üstünə gətirib kənarlarını əlimlə sıxıb bərkidəndən sonra artıq 3-cü dəfədə yenə yaymanı yayıb böyüdürəm. Kətə üçün istifadə elədiyim ərzaqların ölçülərini videomun açıqlama bölümündə də qeyd eləmişəm. Oradan da baxıb faydalana bilərsiniz. Yaymanı böyüdəndən sonra videoda göstərdiyim kimi qalan içliyin hamısını xəmirin bir tərəfinə əlavə edib üstünə yayıram. Təmiz yuyub qurutduğum kişmişi də içliyin üstündən səpirəm. İstəyə görə kişmişi qaysı qurusu ilə, istənilən meyvə qurusu ilə əvəz eləmək olar. Əlinizin altında nə varsa onunla hazırlaya bilərsiniz.
Kişmişi də əlavə eləyib yenə xəmirin bir tərəfin üstünə gətirirəm. Kənarlarını əlimlə düzəldəndən sonra yenə yayıb böyüdürəm. Genişləndiyi qədər yayıb böyüdürəm. Xəmir yağlı xəmirdir, ona görə çox rahatlıqla da götürüb formaya yerləşdirmək olur. Formaya da yerləşdirirəm. Formanın içində də əlimlə üstündən sıxaraq kənarlarını çəkib, düzəldib, dördbucaq şəkil verirəm. Belə fiqurlu xəmir kəsəndən doğrayıram. İstənilən ölçüdə, istənilən şəkildə doğramaq olar. Mən əvvəlcə uzun sov şəkildə kəsib, sonra 3 yerə bölürəm. Sonda ayırmış olduğum yumurta sarısına 1 çay qaşığı süd əlavə eləmişəm. Qarışdırandan sonra kətələrin üstünə çəkirəm. Hamısının üstünə yaxşı-yaxşı yumurta sarısı çəkirəm. Yumurta sarısını çəkəndən sonra daha gözəl görünməsi üçün əzilmiş fındıqdan kətələrin üstünə düzürəm. Önceden qızdırdığım 180 dərəcəlik sobada 20-25 dəqiqə üstü qızarana kimi bişirirəm. Kətələr artıq bişib, sobadan çıxartmışam. Çox yaxşı qabarıb, üstü çox yaxşı qızarıb. Soğuyandan sonra kəsdiyim yerlərdən yenə biraz doğrayıram ki, bir-birindən daha yaxşı aralansın. Hazırlanması asan olan bir kətə reseptidir. Qat-qat, içlikli, kişmişli. İstənilən fərqli içliklərlə də bu kətələrdən hazırlamaq olar. Siz də hazırlayın. Hazırlayacaq olan hər kəsə öncədən nuş olsun deyirəm. Videomu izlədiyiniz üçün sizə öz təşəkkürümü bildirirəm. Videomu izlədikdən sonra bəyən düyməsini basmağı, öz fikirlərinizi şərh bölümündə mənimlə bölüşməyi unutmayın. Sağ olun, yeni videolarda görüşənədək.